Üşümək uşağı xəstələndirirmi? Xeyr, üşümək uşağı xəstələndirmir. Yəni soyuq insanı xəstələndirmir. İnsanı xəstələndirən, uşağı xəstələndirən mikroblar və viruslardır. Soyuq havada uşağı çölə çıxarsaq, uşaq xəstələnər? Yenə də həmin sualın ardıdır burada. Soyuq hava xəstə etməz. Xəstə edən viruslar, bakteriyalar, göbələklərdir. Əgər hər hansı bir mühitdə bunlar varsa, yəni infeksiya törədiciləri varsa, o zaman xəstələnir. Soyuq sadəcə immuniteti gücə salır. Yəni xəstələnmə faktoru deyil. Uşağın əlləri, yanaqları soyuqdur. Deməli üşüyür. Əlbəttə ki, yox. Biz uşağın üşüyüb-üşümədiyini əlləri, burnu, yanağından yoxlamırıq. Uşağın üşüdüyünü yoxlamaq üçün onun ənsə tərəfi və sinə tərəfi. Əgər ənsə və sinə tərəfi soyuqdursa, deməli o zaman uşaq üşüyür. Əks halda yox, üşümür. Gecə mütləq uşağın üstünü örtmək lazımdır. Bu da mütləq deyil. Çünki uşaqlar ümumiyyətlə üstünü örtməkdən sevmirlər. Əgər evin temperaturu 22-24 dərəcədirsə, 1,5 toq dəyərində yuxu tulumu bəs edir. Üstünü örtmək ehtiyac yoxdur.